أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bəli, değerli Müslümanlar, El-Vakia suresinin 21. ayəsinə qədər olan təfsirdə aləmlərin Rabbi Allah bizə cənnət barəsində məlumat verdi ki, o cənnət əhli hansı formada olan cənnətin bir pərdəsini bizə sanki açdı. Göstərdi ki, buna bənzər bir keyfi yaşayacaqsınız. Ki, orada ırmaqlar, orada cənnətin şərabları və orada könlün istəyən, istənilən heyvanın, istənilən quşun əti, meyvələr və gözəl bir həyat tərzi. Və sonra bu davam edir. Davam edir. Değerli insanlar, bu her bir insanın arzusu ve her bir insanın belki de hayatını kurban vereceği bir zövqdür. Ve buna değer. O kadar değer ki, alemlerin Rabbi Allah bunu beğenerek bizim için seçip hazırlamıştı. Ve hatta sen yaradılarken senin için cennette bir guşa açılmıştı. Ona görə heyif etməyək, özümüzə yazıq etməyək, özümüzü ondan zorla məhrum etməyək. Halbuki Allah güclə istəyir ki, bir vasitə ilə biz ondan məhrum olmayaq. Biz isə nəyin vasitəsi ilə olursa olsun, ondan uzaqlaşmağa çalışırıq, kiçik, mənasız zövqlərə görə. Bəli, ayə davam edir ki, 21. ayədə ve onlar için orada kuşların könlü isteyen, istenilen kuşun ətindən yeməklər hazırlanmıştır. Ve sonra deyir, ve hurun ayn, ve onlar orada evlendirilecekler huriler ile. Burada huri bildiğimiz kimi cennette hem qadın cənnətə məxsus qadınlar olacaq ki, onlar hurilərdir. Bir də cənnətə məxsus oğlanlar var ki, onlara qılman deyilir. Ki, ayədə vildanun muxalladun, vildan sözü keçdi. Hurilər kişilərin evlənəcəyi qadınlardır. Cənnət qadınları. Onlar dünya görməyiblər. Onlar dünyadan xəbərləri yoxdur. Sırf cənnət üçün hazırlanmış qadınlardır. Və bu qadınlar evlənəcəklər kişiləri ilə. Amma cənnətin oğlanları isə cənnətin xanımları ilə evlənməyəcək. Çünki o oğlanlar mələklərə bənzər bir məxluqdur. Ki, onlara burada oğlan deyilməsinin oğlan uşaqları deyilir. Görüntüsü o görüntü olacaqdır. Amma ki, yani onun kişi cinsindən olmayacaq. Sadəcə olaraq orada xidmətçi kimi. Ola bilsin ki, bəzi insanlar burada belə bir fikir ayrılığı ortaya çıxsın ki, yaxşı kişilər için bəs hurilər vardırsa və yaxud da ki, bəzi qadınlar ola bilər düşünsün ki, hurilər cənnətdə yaradılmış məxluqlardır. Onlar bizdən də gözəl olar kimi. Amma bu əsla belə deyil. Çünki bu cür düşünmək o qadının xislətində var. Çünki qadınlar nəsə bunu çox düşünürlər ki, məndən gözəli olmasın. Bu isə gerçəkdə belə olacaq. Bəli, belə olacaq. Yəni, hətta bir qadın Allahın Resulundan bu barədə soruşmuşdu. Ya Resulallah, biz dünya qadınları müəyyən mənada gözəl olsaq da, müəyyən qədər də, yəni bizdə sonra dəyişiklik olur. Yəni, huriləri qoyub bizimlə kim evlənər ki, cənnətdə, dedi.
Allahın Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, xeyr, bu əsla belə deyil, sən bugünkü informasiyana görə belə düşünürsən. Amma gerçək odur ki, siz qadınlar, insan olan qadınlar o qədər gözəl olacaq ki, heç bir kişi insan qadını qoyub huri seçməyəcək özünə. Yəni, o qədər qadınlar daha gözəl və insanlara daha doğma olacaq. Çünki, axı, biz eyni cinsdən yaradılmışıq. Axı, bizlər biri-birimizi daha yaxşı tanıyırıq. Axı, biz doğmayıq, dünyalıyıq, dünyada birlikdə yaşamışıq. Ona görə də onlar orada hər kəs birinci, əgər həyat yoldaşı onunla evliliyə razı olacaqsa, onlar hələ dünyadakı həyat yoldaşı ilə evlənəcək. Ola bilsin ki, birisinin 2-3 evliliyi olub, yəni qadın olaraq, bəli, sonuncu həyat yoldaşı, əgər hamısı mömindirsə, sonuncu həyat yoldaşı kimdirsə onunla evlənəcək. Çünki Allahın Rəsulunun həyat yoldaşlarına bu sual veriləndə ki, yəni əgər Allahın Rəsulunu seçirsinizsə, əgər söz verin, Rəsulullahdan sonra evlənməyəcəksiniz. Onlar dedilər, biz Allahın Rəsulunun üstünə adam seçərik ki, yəni əlbəttə biz onunla ailə olmağı böyük arzumuzdur. Ola bilsin ki, dünyada kiminsə münasibətləri yaxşı deyil, o düşünür ki, mənim cənnətdə bununla, bir də cənnətdə başım bununla ağrıyacaq, mən başqasını seçərəm. Hər halda dinləyicilərin də içində ola bilsin ki, kiminsə xəyalından bu keçir. Unutmayın, həyat yoldaşınız mömindirsə, bugünkü duyğularımıza görə bəlkə də insanlar orada bunu gülərək danışacaqlar ki, orada mənim bu cür fikirlərim var idi. Yəni, mən səni heç burada seçməyəcəyimi düşünürdüm. Halbuki, nə yaxşı mən səni seçdim deyəcək. Çünki Allah o qadınlara içlərində olan bütün nifrəti, bütün kini, bütün küdurət qaldırılacaq. Çünki o nifrəti bizə yerdə yaradan cahilliyimizdir, nadanlığımızdır və yaxud da ki, şəhvətimiz, həvəsimizdir ki, münasibətlərimizə bu qədər zərər verir. O isə orada əsla olmayacaqdır və qaldırılacaqdır. Allah bağışlayandan sonra əlbəttə ki, insanlar bir-birlərini bağırlarına basaraq bağışlayacaqlar. Hətta bir-birlərinin qatili olanlar belə bağışlayacaqlar. Deməli, kişilər evləndirildiyi kimi, bəli, yəni qadınlar da elə dünyadan olan kişilərlə evlənəcəklər. Və Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdu, cənnətdə heç kəs subay olmayacaqdır. Hər kəs ailəli olacaqdır. Və Allah cənnətin hurilərini şəkilləndirərək formasını insanlara dedikdə və onlara kəəmsəlil-lu'lu'ül məknun, onlar elə bir gizlədilmiş inci kimidirlər. Yəni, insanlar orada bir-birlərinin qədrini elə biləcəklər ki, necə biz dünyada varımızı, dövlətimizi, xəzinəmizi gizlədirik ki, buna başqası toxunmasın, bu qorunsun, oğurlanmasın, itməsin, zayi olmasın. Bax, orada ailələr də bu cür olacaq. Gizlədilmiş incilər kimi, yəni bir-birlərinin dəyərini o qədər biləcəklər. Cəzaən bimə kənu ya'malun. Bu, sizin etdiyiniz əməllərin mükafatıdır. Yəni, siz dünyada səbr etdiniz, namaz qıldınız, oruç tutdunuz, zəkat verdiniz, sədaqə verdiniz, könlündən haram nələr keçirdi, amma sən Allahdan qorxdun və bu günü düşünərək səbr etdin. Elə ona görə də Allah deyir, bu sizin etdiyiniz əməllərin mükafatıdır. Lə yəsmə'unə fiyhə ləğvan və lə tə'simə. Siz orada heç vaxt boş söz eşitməyəcəksiniz. Yəni, mənasız söz.
O dünyada olur, biri o birine qulaq asır. İçində deyir ki, haçan qurtarar bunun bu söhbəti. Mənasız söz danışır, heç mənə lazım deyil bu söhbət. Amma həyasından qulaq asır. Deməli, axı orada da vaxt boşa, vaxt əyləncə kimi keçir. Axı orada iş yoxdur ki, bu qutarsın, məni evdə gözləyirlər, mən yemək aparmalıyam. Nə bilim, idarədə məni gözləyirlər. Böyle şey yoxdur ki. Deməli, hamı istirahat edir. İstirahatda zəhlə tökən söz yoxdur. Yəni, bu da bizim zövqümüzü məhv etdi. Nə boş-boş danışır burada. Yoxdur yəni. La yəsma'unə fiyhə lağvan. Heç vaxt boş söz eşitməyəcəksiniz. Və la tə'thimə. Qəlb qıran heç bir söz. Tə'thim, yəni insanı günaha batıran söz. O da nədir? Qəlb qırmaq, qeybət etmək, başqasının ev söhbətini danışmaq. Yəni qətiyyən, sanki danışılan sözlər ancaq insana sevinç gətirir. Ancaq insanın qulağı oxşuyur. Baxın, dəyərli insanlar, hər kəsin həyatında, hər kəsin xatirəsində onunla söhbət etmək istəyərdim. Olacaq insanlar vardır. Hər bir dinləyici öz xəyallarına gətirsin. Kiminlə söhbət etmək istəyərdin? Sən kiminlə vaxtını keçirmək istəyərdin? Kim gəlirsə sənin xəyalına, kim gəlirsə, yəni hətta xəyal, bəlkə də onun gerçək olması heç bəlkə də dünya üçün mümkün deyil. Sən düşünürsən ki, mən onunla necə gözəl bir vaxt keçirdərdim, nə gözəl onunla söhbət edərdim. Sənin xəyalında olan o gözəl vaxt keçirəcəyin, onunla söhbət edəcəyin insanın sözü heç sənə acıq gələr. Və yaxud da ki, sən heç onunla boş söz danışarsan, ancaq sənə rahatlıq verən sözləri danışarsan. Bax, cənnətin durumu da odur. Yəni, insanların səyahəti, gəzintisi, istirahəti heç vaxt mənasız sözlərlə acı olmayacaqdır. Və heç kəsə lazım olmayan sözü danışmayacaq. Ən gözəl sözlərlə və insanlar sanki bir anı belə boşa getməyən bir gözəl həmsöhbətlər olacaqlar bir-birləri ilə. İllə qilən sələmən sələmə. Onların orada bir-birinə deyəcəyi ancaq salamat, gözəl sözlər olacaqdır. Sevindirən, güldürən, könül açan və sənə çox lazım olan sözlər. Və əshabul yemin mə əshabul yemin. Budur sağ tərəf sahibləri. Axı, dərsin əvvəlində demişdik, insanlar 3 qismə bölünəcək. Sağ tərəf sahibləri, sol tərəf sahibləri və öndə gedənlər. Bax, bu sağ tərəf sahibləri idi. Allah dedi. Və sonra yenə davam edir və deyir, fi sidrin məxdud. Bax, hər növ zövqdən danışır Allah. Bax, yeməkdən danışdı, meyvə yeyilməsi. Sonra şərabdan danışdı, cənnətin şərabları, yəni meyvə şirələri, meyvə suları. Sonra danışdı ət məhsullarından, yəni quş ətləri və heyvan ətləri və balıq ətləri. Və sonra cənnətdə kürsülər üzərində səyahət, yəni oturuşa bax, kürsü üzərində oturmusan. Çünki birazdan başqa formada oturuşdan danışacaq. Kürsü üzərində, yəni stulda oturmusan, önündə masalardır, xidmətçilər ora könlün istəyən qidaları döşəyərək, sizlər də biri-birinizlə gözəl söhbət edərək, gözəl mənzərələri səyahət edərək vaxt keçirirsən. İndi burada bir durumu da mənzərəni bizim gözümüzün önünə qoyur. Yəni yedik, içdik, zövqü aldıq, oturduq, oturuşumuzun vəziyyəti indi də ətrafdan xəbər verir. Tikansız sidr ağacları. Sidr ağacı, o cənnətin bir sidr ağacı var,
Sidratul Muntaha deyilir ona. Ən sonda olan sidr vardır. Deməli, cənnətdə də bir sidr ağacı vardır ki, onun kölgəsi, Allahın Rəsulu deyir ki, əgər at ilə çapsan, 500 il çaparsan, kölgəsi bitməz. O qədər böyük bir ağacdır. Və ətrafına təsəvvür edin, o qədər böyük bir ağacın ətrafına cənnət əhli toplanaraq bir-birləri ilə tanış olurlar, söhbət edirlər. Axı orada qısqanclıq yoxdur, orada bu kimdir mənimlə söhbət edir. Yəni, çünki orada zina təhlükəsi yoxdur, orada oğurluq yoxdur, orada insana sıxıntı verən qəti bir durum yoxdur. İnsanlar o ağacların kölgəsində və ağac üçün də deyir, tikansız. Niyə tikansız? Çünki necə ki insanların fizionomiyasında dəyişiklik olacaq, eyni zamanda ağaclarda da biraz dəyişiklik olacaq. Ki, dünyada gözəl ağaclar, gözəl güllər həmişə tikanlı olur. Ki, onu bir anda məhv etməsinlər. Yəni, heyvan gəlib onu yeyə bilməsin, tikanı ona batsın. Qoy onun gözəlliyi qalsın. İnsanlar onun gözəlliyini görsün bir müddət. Və sidr ağacı da olduqca gözəl. Yəni, dünyada da sidr ağacının gülü insanı valeh edir. O qədər gözəl gülləri vardır. Yəni, insanın gözü ona baxdıqca doymur. Hələ dünyada sidr ağacının gülləri. Və sidr ağacında tikan olur. O gülləri qorumaq üçün. Cənnətdə isə qorumağa ehtiyac yoxdur. Gülü istəyirsən, gülü dərirsən. Yəni, çünki orada zayi olmur. Orada fəsil deyil. Yəni, bu gülü dərdin, qaldı gələn fəsilə. Elə şey yoxdur. Yəni, elə dünyada olan bəzi çiçəklər kimi. İndi dərdin, dəqiqələrə yarandı, ortaya çıxdı yenisi. Və tikansız ağacların altın, sidr ağaclarının kölgəsində. Və talhim məndud və salxım banan ağacları. İndi burada bəzi meyvələr deyilir. Ümumiyyətlə, cənnət üçün Allah Subhanahu taala digər surədə buyurmuşdur ki, siz oranın o qədər meyvələrini görəcəksiniz ki, onların bəzilərini, cüz'ü hissəsini tanıyacaqsınız. Yəni, dünyada gördüyün meyvələrinlə müqayisədə o qədər çoxdur ki, dünyadakı meyvələr onların qabağında cüz'üdür. Və sadəcə olaraq burada daha bütün meyvələr adı çəkilməyəcək deyə salxım meyvələr asılmış və kölgəli ağaclar və zillim məmdud və uzun kölgələr. Yoxsa bir ağac biraz kölgə eləyib, burada oturdun, sonra gün düşdü, təzdən yerini dəyişirsən, necə ki, insanlar istirahata gedəndə kölgə axtarır. Var kölgə, sabit deyil, yeri dəyişir. Amma Allah isə burada deyir, məmdud, uzun kölgələr. Uzun kölgələr. Və məin məskub və kənarından da axan çeşmələr. Deməli, Allah ətrafı bizə göstərir. Yəni, ətrafınız da bu cür olacaq. Və fakihətin kəsira, daha nə qədər meyvələr, meyvə ağacları. Lə məqtu'atin və lə məmnu'a. Nə tükənir, nə də qadağası var. Tükənmək nədir? Yəni, heyfdir, buna daha dəymə, bundan az qalıb. Elə şey yoxdur. Xoşun gəlir, nə qədər yesin, tükənmir. Sürətli yetişir. Və məmnu da deyil. Yəni, qadağası da yoxdur. Qadağa nədir? Yox, bu meyvəyə dəymə, bu sənin deyil. Elə şey yoxdur, yəni. Və yaxud da ki, bu meyvə ilə bunu yeməzlər, zərər verər. Bunu boş mədiyə yeməzlər. Axı, dünyada belədir. Bəzi qidalar vardır ki, o qida başqa bir qida ilə reaksiyaya girmir və insana əziyyət verir, zərər verir. Yəni, orada Allah deyir, meyvələrin heç bir zərəri yoxdur və heç bir məhdudiyyəti də yoxdur. Çünki fəsil yoxdur ki,
daha doğrusu fəsil olsa belə meyvə üçün bitmə yoxdur ki. Tamamlanmır. Nə qədər istəyirsən. Və furuşun mərfua və hündür döşəklər. Hündür döşəklər. Bax, bayaqları, daha doğrusu dünənki dərsdə biz oxuduq ki, oturacaqlarda oturacaqlar. O kürsülərdə oturub üz-üzə səyahət edəcəklər. Amma burada isə artıq kürsü deyil, bardaj qurmaqdan söhbət gedir. Bardaj qurmaq, yəni daldalanmaq, xalça üzərində oturmaq, dirsəklənmək. Axı insan hər növ zövq istəyir. Elə yer var, insan orada oturacaq istəyir. Elə yer var, insan orada uzanmaq istəyir. Allah hər növ zövqə hazırlamışdır orada. Hətta digər surədə orada xeymələr, parçadan xeymələr, yəni çadır xeymələr. Orada saray da var. Ola bilsin ki, sən xeymə istirahəti istəyirsən. Yəni mənzərənin qoynunda birbaşa yerlə təmas istəyirsən. Ona görə də içindən çölü görünən xeymələr qurulmuşdu cənnət əhli üçün. Yəni sənin orada bu formada da istirahat etməyə şəraitin vardı ki, orada yerdə bardaj qurub, uzanaraq söhbət edib, yeyib içmək və yaxud da ki, istirahat növü vardır. İnnə ənşə'nəhunnə inşə'ə. Bu sırf qadınlara verilən müjdədir. Allah burada buyurur, biz oranın qadınlarını yeni bir formada yaradacağıq. Yəni, dünyadan olan qadınlar cənnətə gələndə onlar yeni bir formada gələcəklər. Yeni forma, yəni bədən fizyonomiyasında dəyişiklik olacaq. Zaten biz surənin əvvəlində oxuduq. Bütün insanlarda bu olacaq. Yəni qida, yediyin qida murdar bir şeyə çönmür orada. Yediyin qida buxar kimi, tər kimi bədəndən ayrılır və o da çox gözəl bir qoxu verir. Bu deməli bizim sindirim sistemimizdə dəyişikliyin olması deməkdir. Amma burada isə qadınlara xüsusi ayırır Allah. Qadınları xüsusi bir biçimdə yaradılacaqlar. Bu nə deməkdir? Yəni, dünyada olan qadın ki var, cənnətə düşdü. Misal üçün, Məryəm anamız, Ayşə anamız, Fatimə bacımız ki, bunlar cənnət əhlidirlər. Bunlar cənnətə düşəndə, bunların həyat yoldaşları bilir bu Fatimədir. Fatimə də görür bu mənəm. Yəni, bədəninin görüntüsündə fərq dəyişiklik yoxdur, əgər görüntüsündə bir eyb olmayıbsa. Hissi də eyni hissdir. Yəni, dünyada hiss edirdin, toxunurdun, dad bilirdin, ehtiras duyğuların var idi. Hələ orada da budur. Tam olaraq budur. Amma bəzi funksional dəyişiklik olacaq. Funksional dəyişiklik olacaq. O nədir? Misal üçün, qadın dünyada adəti halda olur. Cənnətdə bu yoxdur. Çünki cənnətdə ana olmur. Cənnətdə hər kəs həyat yoldaşıdır. Ana yoxdur orada. Yəni orada doğuş yoxdur. Doğuş yoxdursa, avtomatik olaraq onun bədən fizyonomiyasında bir dəyişiklik olacaq. Çünki qadın bildiyimiz məxluq, yəni olduqca mürəkkəb, içində istehsal edən bir məxluqdur. Yəni ona görə də Allah, daha doğrusu hələ ona görə də dünyada qadınların çox xəstəlikləri olur kişilərə nisbətən. Və qadınların bədəni kişilərə görə tez çökür. Çünki bu kişi kimi bədən deyil. Çünki bu anadır. İnsan yaranır onun bətnində. Və qadın daha güclüdür. Çünki qadın daha çox iş görür. Daha çox məsuliyyət var üzərində. Kişilərin üzərində azdır məsuliyyət. Qeyrət məsuliyyəti var, amma ki, zəhmət məsuliyyəti ən çox qadınların üzərindədir. Və ona görə də Allah
dünyadakı qadınlara, bədənlərinə çox fərqli güc vermişdi. Və bu da bunları dünyada biraz incidir, narahat edir. Və bunların hamı onlardan qaldırılacaq. Allah onlar üçün deyir ki, biz o qadınları yeni bir biçimdə yaradaraq ortaya çıxardacağıq. فَجَعَلْنَاهُنَّ أَبْكَارًا Onlar toxunulmamış bir qadınlar olacaq. Toxunulmamış. Yəni, bütün bədəni, bütün duyğuları, bütün hissləri yeni, təzə olaraq ortaya gələcək bir qadın. Yəni, çünki dünyada qadın xarakterində də müəyyən qabarıqlıq var. Misal üçün, 5 kişi danışsa biri-biri ilə ki, bugün bir yerə gedəcəyik, onlar rahat, elə həmən vaxtı çox da ciddi hazırlanmadan evində olanını geyinəcək, əlini üzünü səliqəyə salacaq və gedəcək dostları ilə görüşməyə. İndi gəl qadınlar danışsın ki, biz filan vaxtı yığılacaq filan yerdə, vəssalam, ondan sonra evdə konflikt başlamalıdır, təzə paltar alınmalıdır, parixmaxırə gedilməlidir, bədən xüsusi şəkillənməlidir və oraya nə qədər zehninsel hazırlıq getməlidir, mən orada nə danışacağım, nə edəcəyəm, çünki çox həssasdır bu məxluq. Yəni, çox həssasdır. Yəni, öz zövqünü də məhv edir, istirahətini də məhv edir baxıma görə. Bu da ki, mən kimdənsə geri qalmayım deyə qadına verilmiş bir xüsusi bir xarakterdir ki, bu qadınlara məxsusdur. Düzdür, indi kişilərin bir çoxu qadınlardan bətər olub, yəni görüşə gedəndə kişilər qaşlarını aldırır, nə bilim, nə edir? Yəni bu qadınları belə keçiblər, yəni onlarla işimiz yox. Yəni normalda kişi ilə qadının yəni görüşə gedəcəyəm hazırlığı, yəni yerlə göy qədər fərq var aralarında. Allah isə onlara, yəni onların hər nəyi yenilənəcək. Yəni lazımsız əziyyət onları qalmayacaq. Zövqdürsə zövqünü alacaqsan. Daha mən olum, məndən başqası olmayacaq. Buranın ən gözəli, zaten elə qadın cənnətdə olduğu yerin ən gözəli olacaq. Çünki hər bir kişi orada evləndiyi qadına deyəcək, Allah məni bununla mükafatlandırmışdır. Qadınlar isə gör həyat yoldaşlarına necə olacaqlar. Ayənin ardı, ayə 37. Urban ətraba. Urub sözü, Arablar bunu həyat yoldaşına inanılmaz bağlı qadına deyirlər. Yəni, həyat yoldaşından başqasını görməyən qadın. Hey onu düşünür, hey onun üçün bir şeylər hazırlayır, ona yemək hazırlayır, onu çox sevir, onun haqqında danışmağa heç kəsə imkan verməz və onun nöqsanlarını heç vaxt danışmır. Belə qadına urub deyirlər ərəblər. Allah isə burada deyir, həyat yoldaşlarını daha çox sevən həmyaşıd qadınlar olacaqlar. Həm də həmyaşıd. Yəni cənnətdə ailələr həmyaşıd olacaqlar bir-birləri ilə. Dünyadan fərqli olaraq. لِأَصْحَابِ الْيَمِينَ ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ وَثُلَّةٌ مِنَ الْآخِرِينَ Budur sağ tərəf sahibləri. Onların çoxu keçmişçilərdən, az hissəsi isə sonunculardan olacaqdır. Bu dərsimizdə bura qədər. Bundan sonra isə Allah cəhənnəmi vəsf edəcəkdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.